Hər dəfə bağda belə toyuq, elə bil toyuq qalıqları görürəm. Bu tərəflərdə tülkü hərlənir. Elə bil ki, toyuğun tükləridir gördüyümüz kimi. Bu tərəflərdə tülkü hərlənir. Elə bir ildə bir 5 dəfə, 6 dəfə görürəm ki, gətirir toyuğu belə yeyir bağda. Əvvəllər bu bağlarda dovşan çox olurdu. 90-cı ilin əvvəllərində, 80-ci ilin axırlarında. İndi dovşan azalıb, demək olar ki, yoxdur. Amma tülkü artıb. Kirpi də demək olar yoxa çıxıb. Biraz da tısbağa qalıb. Əvvəlki dövrlə müqayisə eləsə. Əvvəl dovşan, tısbağa, kirpi çox olurdu. İndi onlar demək olar ki, yoxdur. Əvəzinə tülkü artıb. Biraz da tısbağa qalıb. Gördüyümüz kimi, baxın, bu toyuğun tükləridir. Gətirib burada toyuğu, tülkü yanıcı. Amma bu bir 3 aydır, 4 aydır ki, burada bunlar durur.